Deməli, burada ayələr çoxdur bu barədə. Necə ki, Allah Teala başqa bir ayədə buyurur ki, Limən şəə minkum ən yəstəqim. Yəni, Qur'an nazil olandan sonra kim istəsə bu yolda sabit qalsın. Yəni, öz yolunu özü seçsin. Və mə təşəunə illə ən yəşə Allah. Amma o insan öz yolunu özü seçə bilməz, Allah istəmədikcə. Yəni, insan bu hidayət yolunu özü istəsə də, Allah istəməsə onu yönətmir. Ona görə məsələ Allaha qayıdır. İstiqamə. Birinci qayda nə oldu? Birinci qayda o oldu ki, istiqamə Allah Teala'nın əlindədir. Bu dəlillərə görə. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm gecələr durardı, ən çox bu duanı eləyərdi. Ya muqallibəl qulub, səbbit qalbi alə dinik. Ey qəlbləri çevirən, mənim qəlbimi dində sabit elə. Ayşə radiyallahu anh'dan soruşurlar ki, Peyğəmbər sallallahu aleyhi və səlləm gecə duranda hansı dua ilə başlayardı? Maraqlıdır da, indi sahabələr, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmi evdə görmədiklərinə görə Ayşə radiyallahu soruşurdular öz yoldaşından ki, ən birinci nədən başlayar? Deyir ki, durardı, birinci namazını bundan başlayır. Allahümme Rabbe Cebrailə və Mikailə və İsrafilə fatiris səməvatı vəl ard alimul gıybi və şəhadə əntə təhkumu beyni ibadikə fîmə kənu fîhi yəxtəlifun Vahdini lima ihtelaftu fihi minel haqqi bi iznik inneke tahti men teşâ ila sıratun mustaqim. Bu duanı eləyərdi. Deyərdi ki, Cəbrail də, Mikail də, İsrafil də, İsrafilin Rəbbi, göylərin və yerin sahibi, hər şeyi aşkarda, gizlidə bilirsən. Allahım, sən yəni qulların arasında olan ixtilaflarda məni doğru yola yönət. Ola bilsin ki, mən haqla batil qarışıb, yəni ola bilər haqqı batil kimi görə bilərəm, batili haqq kimi görə bilərəm və yaxud da batil haqqa qarışıb, məni doğru yola yönət. Əsas hədisdəki şahid odur ki, vahdini məni doğru yola yönət. İnnəkə təhti mən təşə ilə sıratun mustaqim. Sən insanları doğru yola, istədiyini doğru yola yönəldər. Əgər Peyğəmbər sallallahu aleyhi və səlləm qorxurdusa bu dindən çıxmasını, haqla batilin qarışmasını, onda bizim kimi insanlar necə? Biz gecə gündüz dua eləməliyik ki, Allah Teala bizi, ola bilsin insan haqqı batil kimi görsün. Batili də haqq kimi görsün. Ona görə sən həmişə Allaha yönətməlisən məsələni ki, hidayət sənin əlindədir. İstiqamət sənin əlindədir. Yoxsa mümkün deyil.